Axşamınız xeyir, son xəbərin idman buraxılışına baxırsınız. Ankarada davam edən boks üzrə Avropa çempionatında yarımfinalçılar müəyyənləşib. Milli komandamızın 3 üzvü yarımfinala çıxmaqla ən azı bürüncü medalı təmin edib. Milli komandamızın üzvlərindən yarımfinala vəsiqəni ilk olaraq Salman Əlizadə qazandı. Ən yüngül çəkidə döyüşən Salman 4-1 finalda Fransız boksçusu Jeremy Becque'yə qalib gəlib 26-19. Yarımfinala yüksələn Salman bununla ən azı bürünc medalı təmin edib. Salmanın növbəti rəqibi İngilis idmançısı Charles Edwards olacaq. Yarımfinala daha 2 vəsiqəni isə Heybətullah Hacıəliyev və Teymur Məmmədov qazanıb. 64 kg döyüşən Heybətullah 4-1 finalda İsveç boksçusu Antoni Igiti sıradan çıxarıb. Hacıəliyevin növbəti rəqibi İrlandiya təmsilçisi olacaq. 91 kg çəki dərəcəsində çıxış edən Teymur isə əsas rəqiblərindən biri olan Rusiyalı Əbdülhəmid Nurməhəmmədov üstəliyib. Gərgin mübarizə şəraitində keçən döyüşdə Teymur 2 xallıq fərqlə qalib gəlib 23-21. Məmmədovun yarımfinaldakı rəqibi İngilis John Witt olacaq. 75 kg çəki dərəcəsində vuruşan Rahib Bəylərov isə 4-1 final səddini aşa bilməyib. Təcrübəli boksçumuz özü kimi uzun illərdir yığmada döyüşən Türkiyəli Adəm Qılıçı uduzaraq mübarizəni dayandırıb. Bizlər arasında güləş üzrə Avropa çempionatına start verilib. Komandamız yarışa uğurlu başlayıb. Belə ki, ilk gündə güləşçilərimiz 3 medal qazanıb. Zrenyadakı yarışın ilk günü döşək üzərinə sərbəst güləşçilərimiz çıxıb. 50 kg-da 4-1 final mərhələsində mübarizəyə qoşulan Mirzəlal Həsənzadə ilk görüşdə Rumıniya təmsilçisinə qalib gəlib. Ardınca yarımfinalda Həsənzadə Rusiyalı güləşçiyə uduzsa da bürüncü medal şansını saxlayıb. Təmsilçimiz son şansını əldən verməyərək növbəti qarşılaşmada Belaruslu Mahsad Hasandunu məğlub edərək 3-cü yerə layiq görülüb. 60 kg-da çıxış edən Hacı Əliyev finala qədər uğurla irəliləyib. 50-ci görüşdə Türkiyəli Ömər Uzana uduzan Əliyev komandamıza gümüş medal qazandırıb. Yığmamızın heyətində hələ ki yeganə qızıl medalı Dağıstanlı legioner Aslanbek Albarov qazanıb. 96 kg-da güləşən Albarov ardıcıl olaraq Yunanistan, Belarus və Ukrayna pəhləvanlarına məğlub edərək finala vəsiq əldə edib. Son görüşdə isə Albarov Rusiyalı Batraz Qazayevi üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, 55, 66, 84 və 120 kg-da çıxış edən sərbəst güləşçilər bugün döşək üzərinə çıxacaq. Qızlardan ibarət komandamız 23-ü 24-ü, Yunan-Roma güləşçiləri isə mübarizəyə 25-i və 26-sı qoşulacaq. Avrokuboklardan kənarda qalan paytaxtın Inter komandası yeni mövsümdən reglamentin dəyişməsini təklif edir. Bankirlərin prezidenti Peşəkar Futbol Liqasının altılıq sisteminə yenidən baxılmasını zəruri sayır. Cari mövsümü həm çempionat, həm də ölkə kubokunda uğursuzluğa düçar olan Inter yeni mövsüm ərəfəsində reglamentin dəyişməsini istəyir. Altlıq sistemin özünü doğrultmadığını deyən Interin prezidenti Georgi Nikolov fikrini belə əsaslandırdı. Sizin vasitənizlə Peşəkar Futbol Liqasına dostum Ramin müəllimə müraciət edirəm. Gəlin altlıqdan imtina edək. Bu sistem özünü doğrultmadı. Son 2 mövsüm qərarın yanlış olduğunu göstərdi. Fikrimcə çempionat köhnə qaydada keçirilməlidir. Gec-tez dediklərimlə razılaşacaqlar. Yeni mövsümə gəlincə komanda yenə çempionluq uğrunda yarışacaq. Bahalı futbolçularla maraqlanmadım deyən Interin rəhbəri baş məşqçi Kaxaberts Xaladzenin döyüşkən komanda yaradacağını bildirdi. Xaladze ilə daim əlaqədə oluram. Onun döyüşkən heyət yaradacağına inanıram. Son mövsümdən razı qalmadıq. Ona görə heyətə dəyişiklik qaçılmaz oldu. Inter olaraq yenə bahalı futbolçular almayacağıq. Klubumuzun öz strategiyası var və biz ona sadiq olmalıyıq. Inter müqavilə müddəti başlayan Dmitri Kruglovla yollarını ayırıb. Komanda Türkiyənin İsparta şəhərində təlim məşq keçəcək. 17 yaşlı futbolçuların dünya çempionatında qrup mərhələsinin ikinci turu davam edir. İlk görüşdə uduzan Argentina yeniyetmələri Yamayka millisinə 3-1 hesabı ilə qalib gələrək ilk xallarını qazanıb. Argentinaya ilk turda qalib gələn Fransa isə Yaponlarla bacarmayıb. İlk turu qələbə ilə başa vuran Fransa və Yaponiya yığmaları növbəti 3 xalı qazanmaqla play-offa vəsiqəni təmin etmək əzmində idi. Amma sonda tərəflərin qazancı bir xal oldu. 24-cü dəqiqədə yığmaya Paris Saint-Germain klubundan çağırılan Abdullah Yassiyen gözəl qolla fransızları önə keçirdi. Gəl ki, üçrənglilər qələbəni sonuna dək qoruya bilmədi. Fasilədən sonra fransızların 2 müdafiəçisi Yapon hücumçunu kobudluqla dayandırdı və hakim penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Hideki Ishige Gündoğar ölkəni məğlubiyyətdən xilas etdi. 1-1. 2 turdan sonra həriyə 4 xal toplayan Fransa ilə Yaponiya B qrupunda liderliyi bölüşdürür.
A qrupuna keçirilən Şimali Koreya-Hollandiya maçında da 1-1 hesabı qeydə alındı. Hər iki komanda ilk turda uduzduğundan növbəti məğlubiyyət yol verilməz idi. Əvvəlcə Asiya çempionunun hücumçusu Nam Gwon Kang qarşısalınmaz zərbə ilə Şimali Koreyanı önə keçirdi. 1-0. 75-ci dəqiqədə isə Avropa çempionları fərqləndi. Gvarenberg qapıçını da keçərək Hollandiyanın bərabərlik topunu vurdu. 1-1 ilk halını qazanan Hollandiya bütün ümidini son tura bağlayıb. İdman haqqında bu qədər, sırada isə hava haqqında məlumat da izləməyi unutmayın. Salamat qalın.